Hər birinizə salam əziz abunələrim və izləyicilərim. Keçən səfər belə bir şey oldu və sonra əşyalarımın dağınıq olduğunu gördüm və birdən-birə mənə ilham gəldi, əşyalarımı səliqəyə salmalıyam deyə düşündüm. Bu ilk hallarıdır. Bu arada gecə saat 1 idi, amma niyə də olmasın dedim və başladım fəaliyyətə. Bu plastik qaba yığıram hələ ki kremlərimi, baxım şeylərimi, xırda əşyalarımı və s. amma yaxında komod almağı da düşünürəm. Buranı da boşaltdım çünki buranı da təmizləmək istəyirdim. İlk olaraq bu plastik qabı sökdüm. Çünki həm qabı, həm də içindəkiləri təmizləmək, həm də səliqəyə salmaq istəyirdim. Arada bacım da kömək etmək istədi, amma alınmadı. Bütün məsuliyyəti öz üzərimə götürdüm. Hamısını yatağımın üzərinə boşaltdım. Bu arada keçən səfər bir videomun altında belə bir rəy gördüm. İlk dəfədir ki, mənfi rəy mənə bu qədər pis təsir elədi açığı. Amma sonra düşündüm ki, mən axı heç kimə oxşamaq istəmirəm. Orijinal və olduğum kimi olmaq istəyirəm. Tanınmamış bir bloger ola bilərəm ki, mən heç özümə bloger də demirəm. Sadəcə araşdırıb aldığım və bəyəndiyim məhsulları videoya çəkib paylaşıram. Çünki sizlərə də faydası ola biləcək məhsulları məsləhət görmək istəyirəm. Və bəzi mövzularda yaxşı olduğumu da düşünürəm. Məsəl üçün parfümlər haqqında videolarım var bilirsiniz. Çünki parfümlərə xüsusi marağım var. Həm münasib qiymətə yaxşı parfümlər məsləhət görmək, həm də ki, bahalı parfümlərin əvəzedici eyni tərkibli münasib qiymətə olan versiyalarını sizlərlə bölüşmək istəyirəm. Kanalım uğurlu olub böyüyə də bilər, böyüməyə də bilər. Bunu zaman göstərəcək. Amma mən bacardığım qədər öz üzərimdə çalışıram. Həm də mənim işim yoxdur və bu işdən hələ ki bir gəlir əldə etməsəm də bu işi sevirəm. Nəysə, qayıdaq təmizlik mövzumuza. Artıq saat 4 idi və çox yuxum gəldiyi üçün buraları təəssüf ki, bu vəziyyətdə qoyub yatmalı oldum. İnanırsınız, təmizlik barədə o qədər obsessivəm ki, gecə yuxuma da girdi bu əşyalar. Səhəri gün plastik qabı və içindəkiləri tamamən təmizlədim. Sonra səliqəli şəkildə bütün məhsulları plastik qablara yerləşdirdim. Bu arada bacım da kömək elədi, sağ olsun. O paltar və əşyaları yığmaqda məndən daha da səliqəlidir əslində. Və demək olar ki, təmizlik bitmək üzrədir. Bəzi xırda əşyaları, tester parfümləri və s. yığmaq üçün tren yoldan gələn parfüm qutularını istifadə eləyirəm. Ümumiyyətlə, bu parfüm qutularının bəzilərinin görünüşünü çox bəyənirəm. Qutulardan birinə şəxsi əşyalarımı, sənədlərimi, digərinə kremlər, losyonlar, duş gelləri və s. Üçüncüyə isə dırnaq məhsullarını qoydum. Və daha sonra bu qabları bir-bir yerinə taxmalı, yəni quraşdırmalı oldum. Bu da biraz çətin işdir. Burada görürsünüz, xeyli əziyyət çəkirəm. Çəkdiyim çilələri görürsünüz. Və nəhayət də axırıncını da taxıram və son bitdi. Çox şükür. Bu birinci rəf, burada görürsünüz, dırnaq məhsullarıdır. İkinci rəf, bura biraz ağır oldu. Çünki buradakı məhsullar biraz ağır məhsullardır. Və açıb bağlamaq da biraz çətin olur açığı. Üçüncü də mənim şəxsi əşyalarımı qoyduğum və belə hələlik kanalıma dəstək olmağı, videomu bəyənib abunə olmağı unutmayın zəhmət olmasa.